Xoş gördük qardaş. Belə bir sual var. İndiki gənclər niyə Azərbaycandan qaçır Avropaya, Rusiyaya işləməyə? Niyə orada gedib yaşayırlar? Çünki Azərbaycanda yaşayış yaxşı deyil bir növ. Deyim ki, yəni Hansı səbəbdən? Maddiyyat səbəbdən yoxsa başqa bir səbəbdən? Maddiyyat səbəbindən də, yəni çox sıxıntılar var. Cavanların əksəriyyəti yəni Azərbaycanda çox kredit altında, yəni kreditlədirlər. Yəni dolana bilmirlər də, deyək belə deyək. Ona görə də gedirlər xaricdə işləyirlər. Xaricdə də yəni işçinin əməyinə qiymət verilir yəni. Ona görə. Bizdə yəni orada gəlib işləyəndə, bizimkilər işləyəndə, Azərbaycandan cavanlar, gənclər gəlib orada işləyəndə deyirlər ki, siz nə qədər işləyirsiniz? Nə bilim, gedənlər var da, yəni soruşmuşam. Gedirlər, əksəriyyəti də orada yəni fəhləlik eləyirlər, ağır işlərdə işləyirlər, pul qazanırlar. Hal-hazırda maaş alırsan, nə qədər alırsan? 650 manat. Səncə bir dəqiqə statistik maaş onsuz da 600-700 arasıdır. Aha, elədir. Azərbaycanda yəni ondan artıq maaş yoxdur. Bəli, ona görə də 600-700 manatdan yəni biraz da mən subayam, indi mənə üçün problem deyil də, yəni amma ailəli adamlar üçün yəni biraz çətindir. Gənclər üçün də elə həmçinin prosta ki elə dolanırıq da, yaşayırıq. Gənc adam üçün, subay adam üçün ortalama maaş nə qədər olmalıdır ki, normal yaşayasın, getməyəsən də başqa yer axtarın. Subay üçün 1400, 1500 deyək. Evli üçün. Evli adam üçün də bir 3000 manat maaş ki. Rahat 3000 manat olacaq. Rahat 3000. 2000 də alsa var, yəni problem deyil. Bəli. Amma yəni göstərilənlər onu göstərir də, başqa heç nə. Belə bir deyim var. Azərbaycanda insanlar sanki bir çağda fırlanırlar. Yəni irəliləyiş, nə irəliləyiş var, nə də ki bir yoxdur. Qiymətlər bahalaşır. Günü-gündən hər şey bahalaşır da, yəni hər şey artır, qiymətlər. Çatdırma olmur da. Çatdırma olmur da, yəni hə. Evlilər üçün də daha yəni çətin olub. Fikirləşirsən bu ölkədən çıxmağa? Özüm fikirləşirəm. Yəni getmək istəyərəm. Getmək istəyərəm, alınmır prosta ki. Oldu qardaş, təşəkkür edirik. Sağ olun, var olun. Allah razı olsun.